Xəzər dənizi xalqın sərvətidir. Bəlkə səhv edirəm. Mənimlə razılaşmayanlar ola bilər. Ən azı Xəzəri hasarlayanlar özləri. Bu günlərdə Aynisin Xəzərin hasarlanmış sahilləri haqda süjetini demək olar ki, bütün saytlar paylaşdım. Çünki real mənzərəni göstərdik. Mövzunu bugün də davam etdiririk. Bu hasarların sökülməsi üçün kim və necə göstəriş verməlidir? İzləyək. Bu dəfə dənizin hasarlanması deyil, sökülməsi barədə. Necə etməli ki, dənizi tutanlardan xilas edib əsl sahiblərinə, xalqa qaytaraq. Qanunu xatırlayaq əvvəlcə. Xəzərin mühafizə zolağı 20-50 metr təşkil edir. Həmin zolağadək hasar çəkmək, tikinti aparmaq qadağandır. Amma bir neçə gün əvvəl dənizdən və qurudan apardığımız çəkilişlər göstərdi ki, nəinki mühafizə zolağı gözlənilmir. Hətta suyun içinə kimi hasar çəkib dənizi öz malı hesab eləyənlər var. Məsələn, Qaradağ rayonu sahil qəsəbəsindən Səngəçala kimi hasarlar uzun, villalar saysız hesabsızdır. Bəs bu qədər tikiliyə kim icazə verib? Qaradağ İcra Hakimiyyətinə deyirlər ki, rayonun kiməsə haradasa yer ayırmağa ixtiyarı yoxdur. Rayonun memarı dedi ki, dənizkənarı villalar nə onun layihəsidir, nə də çalışdığı qurumun. Deyim ki, orada tək o bayaqki dediyimiz İlkan firmasından əlavə həmin ərazidə tikirlər ki, onlar da müəyyən vaxtlarda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrı-ayrı vətəndaşlara, hüquqi şəxslərə, fizik şəxslərə ayrılmış sahələrdir ki, və onun əsasında onlar tikilibdir və hətta bəziləri bugünkü gündə bir hissəsi elə yarımçıqdan qalıbdır. Memarın adını çəkdiyi firma Hacı İbrahim Nehrəmlinindir. Dənizin içində xariqələr yaratmaq istəyən iş adamından iddialara cavab ala bilmədik. Çünki telefonu qaldırmadı. Problem isə tək Qaradağda deyil. Sabunçudan da, Xəzər rayonundan da Xəzər əl çatmazdı. Bakı şəhər İcra Hakimiyyətində də kimləsə danışmaq əl çatmazdı. Torpaq komitəsi ləğv olunub, nəzarət edici qurumlar hərəkətsizdir. Problemi necə aradan qaldırılmalı sualını parlamentarilərə ünvanlayırıq. Qanunu nə də olsa onlar icad edib, lakin işlək mexanizmi görünmür və ya fikirlər səsləndirilir ki, 20-50 metrlik mühafizə zolağı barədə qanun bundan sonra şamildir. Yəni indiyə kimi tikən tikib. Deputat Fəzail Ağamalı iki yol təklif edir. Birincisi, əgər həmin ərazilər icarə ilə verilibsə, şəxsin mülkiyyəti deyilsə, Bakı şəhər İcra Hakimiyyəti bu müqaviləni hətta qarşı tərəfin razılığı olmadan belə ləğv eləyə bilər. İkinci, ictimai maraqlar hər zaman fərdi maraqlardan üstün olub. İctimai maraqları və dövlət maraqlarını təmin etmək üçün orada müəyyən layihələrin həyata keçirilməsi məqsədi ilə belə bir praktika mövcuddur. Azərbaycan qanunlarına əsaslanaraq qanun da buna imkan verir. O yerlər əgər özəlləşdirilibsə, onun vəsaiti ödənilə bilər dövlət tərəfindən. Beləliklə, qanunun geriyə qüvvəsi olmasa da, böyük görünən qüvvələrin əlindən dənizi azad etmək olar. Bakı meri Hacıbala Abtalov bu vəzifədə ilk əvvəllər budka götürməklə diqqət çəksə də, ən yaxın vaxtlarda da söküntülərə imza atıb. Özü də o, bunu elə eləyir ki, adamın ruhu da incimir. Uzağa getməyək, Velopark yaxınlığındakı onlarla villa bir gündə, özü də çalğı, musiqi sədaları ilə söküldü. Sökə-sökə növbəti havanı isə belə sifariş etmək olar. Mənə dəniz verin.